din və dindarlıq deyən kimi ağlımıza nə gəlir? Saqqal, təsbih, müəyyən qiyafə, çox təəssüf olsun ki, belədir. İslam dinində də radikallıq varmı? Xeyr, yoxdur. İslam dinində dindarlıq varmı? İndi bağışlayın, indi bu ifadəni açıqlaya bura gələcəm. Radikallıq bir insanın dinə üst tutarkən öz xarakterini dinə uyğunlaşdırması yox, dini öz xarakterini uyğunlaşdırmasına başladığı zaman baş verir. Mənim böyük oğlum, onun 15 yaşı olacaq, o dövrün təmsilçisidir. Hər şeyə bunlar arxaik baxırlar. Çünki doğrudan da, bax biz oturaq dindən danışaq, istər Peyğəmbərimizdən, istər imamlarımızdan, istər nə bilim, alimlərimizdən gətirdiyimiz bütün statlar, nümunələr, hamısı orta əsr qaynaqlarıdır filandır və biz nəticə etibarilə virtuallaşmaya qədər ki, dövrdə yaşanmışlar, bunu hansısa da bu formada qavraya bilirik. Amma bunlar isə ümumiyyətlə artıq real həyatla əlaqələrini itiriblər. Bu insanların oyunları, əyləncələri və nəticə uşaqlıq xatirələri belə küçə ilə bağlı deyil. O virtual rəqəmsallıqla bağlıdır. Bizdə belə bir təsəvvür var insanlar arasında ki, insan dinə yaşlı vaxtında gələr, qoy hələ bir gəncəm, gəzim, dolanım, bir həyatı görüm. Sizə demirlərmi ki, sən geridə qalmısan, zəmanə ilə ayaqlaşmırsan, gəncliyini puç eləyirsən? Nə deyirsiniz bu adamlara? Salam əziz Amin izləyiciləri, xoş gördük sizi. Bugün studiyamızda yenə iki maraqlı qonaqla hüzurunuza gəlmişik. Birincisi Turan İbrahimov, jurnalistdir, Baku TV-nin jurnalistidir həm də və Fərid Qasımzadə, Fatimə-i Zəhra məscidinin imam müavinidir və mövzumuz gənclik və İslam olacaq. Birinci sualı sizdən başlayacağım Turan bəy. Siz jurnalistsiz, tanınmış jurnalistsiz və cəmiyyətimizi daima monitorinq edirsiniz. İstəyirəm biləm görəm, məsələn, sizin açınızdan Azərbaycan gəncliyi din mövzusunda hansı təhdidlərlə üz-üzədir? Təşəkkür edirəm. Xüsusilə də birinci sözü mənə verdiyinizə görə. Azərbaycan gəncliyi və dini nöqteyi nəzərdən təhdidlər. Doğrudan da aktual məsələdir. Azərbaycanda dini baxımdan hal-hazırda biz gənclik deyəndə sırf yeniyetməlikdən sonraki dövrü nəzərdə tuturuqsa, burada bizim müstəqilliyimizin ilk illərindən etibarən Azərbaycana daxil olan o siyasi nöqteyi nəzərdən həm də formalaşmış o dini cərəyanları var idi. Onların hələ də bu və ya başqa şəkildə ələnməmiş təsirləri var. Bu biz rahat bir şəkildə bunu məzhəblərə çəkmədən Azərbaycanın da həmən o dövlətlərlə olan münasibətlərini də bir kənara qoyaraq obyektiv şəkildə vurğulaya bilərik. Gənclik və din və onlar arasındakı gəncliyin üzərindəki təhlükədən danışırıqsa, qısaca bu cür danışa bilərik. Amma hal-hazırda məncə dini nöqteyi nəzərdən, buna da əgər din demək olarsa, gənclik üzərində ən böyük təhlükə New Age deyilən bu yeni növ, belə deyək də, elektronlaşmanın, digitallaşmanın gətirdiyi təriqətlər anlayışıdır. İndi mən bunu deyəndən sonra yenə biraz əvvələ keçirəm. Yadınıza gəlirsə, bizim müstəqilliyimizin ilk dövrlərində Hindistandan Krişnalar filan da bura çox gəlmişdilər və yaxud da ki, qeyri-ənənəvi xristianlığın içində olan qeyri-ənənəvi, hətta bir müddətdən sonra radikallaşmağa meyilli olan cərəyanlar da Azərbaycana girmişdilər. Düz onlar özlərinə burada baza tapa bilmədilər. Amma indi ən böyük təhlükə, risk gənclər üzərində o New Age dediyimiz təriqətlərdir və məncə ondan da biraz sonra geniş danışa bilərik. İnşallah. Fərid bəy, neçə yaşınız var? 23. 23 yaşınız var, ay maşallah. Adətən bizdə belə bir təsəvvür var insanlar arasında ki, insan dinə yaşlı vaxtında gələr, qoy hələ bir gəncəm, gəzim, dolanım, bir həyatı görüm. Siz isə bu yaşda artıq imam müavini işləyirsiniz, din xadimi olaraq xidmət göstərirsiniz. Sizə demirlərmi ki, sən geridə qalmısan, zəmanə ilə ayaqlaşmırsan, gəncliyini puç eləyirsən? Nə deyirsiniz bu adamlara?
Əksinə, mənim cavabım bundan ibarət olur ki, İslamın da cavabı bundan ibarətdir ki, gənclik insan həyatının ən fırtınalı, ən vacib hissəsidir. Eyni zamanda bizim də ümumi şəkildə gənclik deyəndə cəmiyyətimizin ən dinamik hissəsini gənclər təşkil etməlidir. İslam dininə görə insanın əksinə nə qədər gənc yaşlarından dinə gəlməsi, dinə üst tutması, onun mənəvi nailiyyət əldə etmək, mənəvi bir yolda müvəffəqiyyət əldə etmək baxımından üstünlük deməkdir. Məsələ dünyanı necə anlamaqdır. Din, İslam insana dünyanı açıq və olduğu şəkildə təqdim edir. Bu geridə qalmışlıq deyil. Quran-ı Kərim özü deyir ki, İnnə fi xalqis səmavati vəl-ard və ixtilafil leyli vən-nahar la'ayatil ulil albab. Yerin və göylərin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində ulil albab, ağıl sahibləri üçün nümunələr var. Yəni din elə ağıllı insanların yeridir. Bu geridə qalmışlıq deyil və əksinə burada bir faktor da var ki, gənclik insan həyatının elə bir dövrüdür ki, insan həmin dönəmlərdə özünü sərhədsiz güc sahibi olaraq bilir. Və dünyada biz etiraf etməliyik ki, filosofların da bir düşüncəsi var ki, həmin gənclik illərində insan dünyada hər bir şeyi dəyişdirə biləcəyini düşünür. Dini baxımdan da Hz. Əli əleyhissalam bir kəlamında buyurur ki, gəncin qəlbi boş və münbit bir torpağa bənzəyir. Orada nəyi səpmiş olsanız, bəhrəsi də o cür olacaq. Gənclik dedikdə, dinə az yaşlarından gəlmək dedikdə, bu nə məfhumatçılıq, nə geridə qalmışlıq, nə xurafatlıq deyil. Əksinə, Allahın insan üçün təyin etdiyi və insana missiya olaraq təqdim etdiyi kamil insan ideyasına çata bilmək üçün yola çıxmaq və biraz da bunu xüsusilə fərqləndirsək, tez şəkildə yola çıxmaq deməkdir. Bir var, bir neçə müddət sonra yola çıxacaqdıq. Bir də var, daha da tez şəkildə yola çıxmaqdır. Din insandan nə istəyir? Bizim dindar dedikdə sizin də qeyd etdiyiniz kimi bəzən geridə qalmışlıq ifadəsi nəyə görə bu ifadənin yanında işlədilir? Ona görə ki, dindar ifadəsi doğru şəkildə anlaşılmır. Dinin düşüncəsində, İslamın düşüncəsində dindar, cəmiyyətin inkişafına töhfə verən və eyni zamanda cəmiyyətin cəmiyyət olmasına, inkişafına töhfə verən, cəmiyyətdə biz şuurunu aşılayan, bir-birinin halına yanan insanlar ki var, bu növ cəmiyyət formalaşdıran, bu belə desək, cəmiyyətin formalaşmasında da yaxından iştirak edən insan nəzərdə tutulur dindar. Yoxsa dindar bir status olaraq sadəcə, belə desək, bir hökmləri icra edib, öz dünyası olan, bununla da heç bir şəkildə, heç bir insanla qaynayıb, qarışmayan insan nəzərdə tutulmur. Bu baxımdan sizin dediyiniz, belə desək, ifadələrə yaxın ifadələr zaman-zaman eşidirik. Məncə bu da ona görə asılıdır ki, insanlara bəzən dinin həqiqətləri doğru şəkildə təqdim edilməyib. Burada təqdimat çox önəmlidir. Bir də təyinat çox önəmlidir. Belə desək, bəli, bir güldanın təyinatı onun içinə çiçək qoyulmasıdır. Gül qoyulması üçün istifadə olunur. Bir saatın təyinatı, saatın neçə olmasını bilmək üçün ondan istifadə olunmasıdır. Dinin də təyinatı dediyimiz kimi insanın kamil insan ideyasına yiyələnib bu missiyaya çatmasıdır. Amma burada bir məsələ var. Ola bilər ki, güldandan təyinatına uyğun istifadə olunmasın. Kiməsə zərər vermək üçün zərər verici alət olaraq istifadə olunsun. Halbuki onun təyinatı o deyil. Dinin də təyinatı hər nə qədər mənəvi saflıq olsa da, ondan doğru şəkildə istifadə olunmayanda, mənfi şəkildə təyinatına uyğun deyil, yanlış şəkildə istifadə olunanda problemlər meydana gəlir. Çox da belə fəlsəfi analiz. Və bir də bağışlayın, bir qeyd də demək istərdim ki, təqdimat problemi də budur ki, bəzən dinin, İslamın bütün göstərişləri ağıl üzərində və eyni zamanda mənəvi paklığı ifadə edir. Amma bəzən əksinə, bundan qərəzli şəkildə istifadə edən insanlar yanlış bir düşüncəni elə doğru metodla istifadə edirlər ki, yanlış doğru kimi görünür. Bəzən də doğru bir söz elə yanlış şəkildə təqdim olunur ki, onun doğruluğu ölür və cəmiyyətdəki insanlar onu geridə qalmışlıq kimi görürlər. Məsələn, bizim bildiyimiz, elə bayaq qeyd etdiyimiz elə dindarlıq ifadəsi bunun, belə desək, ən bariz nümunəsidir. Bir də radikallıq ifadəsi. Belə sual vermək lazımdır. İslam dinində də radikallıq varmı? Xeyr, yoxdur. Bəs necə olur biz bu radikallıq ifadəsini bəzən İslamın yanında istifadə etmiş olur? Bəzən yox, çox vaxt eşidir. Bəs İslam dinində dindarlıq varmı? İndi bağışlayın, indi bu ifadəni açıqlaya bura gələcəm.
Radikallıq əsla İslam dinində yoxdur. Radikallıq dedikdə biz anlamalıyıq ki, dinin əsasında, qayəsində radikallıq yoxdur. Radikallıq bir insanın dinə üst tutarkən öz xarakterini dinə uyğunlaşdırması yox, dini öz xarakterini uyğunlaşdırmasına başladığı zaman baş verir. Nəyə görə? Bir insan əsəbidir, aqressivdir. O dini üst tutanda, din deyir ki, zamanla o səbirli insana çevrilməlidir, daha da sakit olmalıdır, huzurlu şəkildə olmalıdır. Biz bunun əksini görürük. Görürük ki, insanlar aqressiv idi, bəzən dini üst tutanda daha aqressiv olurlar. Niyə? Çünki o, dini öz xarakterini uyğunlaşdırmağa başlayır. Bəzən də qeyd etdiyiniz kimi, yozun edəndə öz nəfsinə uyğun şəkildə yozun edir. Elə bir dairəni axtarır ki, onun əhvalına uyğun olsun. Uyğun şəkildə. Bir də sizin sualınız uyğun. Dindarlığa gəldikdə, İslam dinində dindarlıq dediyimiz kimi status deyil. Dindarlıq yaşantıdır. Yaşantı halında dindarlıqdan söhbət gedirsə, kim sözünə mən dindaram deyirsə, bu nəsə ifadə etmir. Həzrət Peyğəmbərin Həzrət Əli əleyhissalama bir tövsiyəsi var, deyir ki, ey Əli, insanların çox namaz qılmasına, gecənin böyük bir hissəsini ibadətlə keçirməyinə diqqət etmə. Yəni bu dindarlıq göstəricisi olmur bəzən. Sən onların əmanətə nə dərəcədə sadiq davranmaqlarına və nə dərəcədə doğru danışan olmaqlarına diqqət elə. Yəni dindarlıq əyani əməl baxımından özünü göstərməlidir. Yoxsa din zahiri iddiaları və zahiri şüarçılığı əsla qəbul etmir və tarixən dinə ən böyük ziyan vuranlar bu şəxslər olur. Amma çox təəssüflər olsun ki, bugün bizim başa düşdüyümüz və yaşadığımızı sandığımız din şüar və rituallar, göstəriş üzərində qurulub. Çox təəssüflər olsun. Ümumiyyətlə, biz dindən və dindarlıqdan danışırıqsa və bizim Azərbaycan xalqının böyük bir hissəsinin iman etdiyi İslam əgər üzərindən çıxış eləyiriksə, yəni əgər, məsəl üçün, təqdim eləyirsiniz ki, müəllim filan məscidin axund mavinidir filandır, təbii ki, bu formalaşma var, biz bunu inkar eləyə bilmərik, bu ayrı bir şeydir. Amma mənim inandığım və mən belə başa düşürəm ki, Quranın da bildirdiyi insanların gördükləri işdən asılı olmayaraq, olduqları məkandan asılı olmayaraq, orada olunan qadağaları və əmirləri icra etməlidir. Yəni, insanların İslamın bizə göstərdiyi dindarlıq Quran-ı Kərimdən və ümumiyyətlə ilk dövrlərindən İslamını anladığımız budur ki, insanların siz dediyiniz kimi üzünə baxanda yox, əməllərinə, davranışlarına, danışığına baxanda onun nə dərəcədə müsəlman olduğunu anlamalıyıq və o İslamı yaşamaq doğru anlamaqdır. Nəinki, məsəl üçün, bizdə bugün müasir dövrdə istənilən şəxsin üzünə baxaraq onun hansı məzhəbdən, hansı təriqətdən, hətta məzhəb, təriqət və daha dərinə gedərək bunun hansı dövlətin maraqlarına uyğun şəkildə tətbiqindən çıxış etdiyini anlaya bilirik. Yəni, bu ola bilər ki, geyim-keçim məsələsini biz bölgə, ondan sonra mentalitet filana əlaqələndirə bilək. Yəni, çox təəssüf olsun ki, belə deyil. Amma çox az insanlar var ki, biz onların hətta mən dediyim standartlarla, o prizma ilə baxanda dindar olmadığını düşünürük. Düşünürük ki, bu sekulyar insandır. Amma müəyyən məqamlarda baxıb görürük ki, yox, bu tək olan Allaha inanır, onun Peyğəmbərinə inanır. Sən demə, bu, nə bilim, 3 vaxt, 5 vaxt namaz qılırmış. Yəni, müasir, onlara da biz nə deyirik? Deyirik, bu müasir müsəlmandır. Avtomatik olaraq görürsün, nəyə gətirib çıxarırıq? Müasir müsəlman, müasir olmayan müsəlman. Deməli, kökündən insanlıq tarixi, əgər biz İslam üzərindən danışırıqsa, bugünə qədər biz hamımız bu fərdi şəkildə Allah Taala ilə ünsiyyətini quranların nə dərəcədə səmimi, nə qədər düz olduğunu onu Allah bilir. Yəni, bu intim bir şeydir. Ümumi götürəndə, baxıb görürük ki, biz Allah Taala'nın mesajını yəqin ki, doğru anlamamışıq. İlk günlərdən başlayaraq Peyğəmbərimizin mübarizə apardığı hər şeyi sonradan elə onun təqdim etdiyi ideyaların üzərinə otuzduraraq yenə də inkişaf elətdirmişik, bugünə gətirib çıxarmışıq. Biraz da burada mən deyərdim ki, bir neçə faktor da var. Məsələ bundan ibarətdir ki, burada biz cəmiyyətlərin qeyd etdiyimiz kimi sosiallığını da nəzərə almalıyıq. Bir insan dini üst tutur. Sizin qeyd etdiyiniz kimi, bəzən istər ənənəvi, istər qeyri-ənənəvi dinlərin içində biz elə yeni dini cərəyanlar görürük ki,
hətta onların içində ötən əsrin ikinci yarısında formalaşan, hansısa dinləri özünə örnək alaraq formalaşmış olan intihar kultlarını görürük. Halbuki biz bilirik ki, İslam dininə görə də intihar ən böyük, bəli, bütün səmavi dinlərə görə ən böyük günahlardandır. Uzaq şərq inanclarında bu daha çoxdur. Bağışlayın, mənim amma verdiyim nümunələr, indi ad deyərdim ki, xalqın məbədi, günəş məbədi, bunlar heç də şərq deyil. Bunlar Avropada formalaşmış olandır. Hətta ideologiya o ideologiyaydı. Belə deyim sizə, belə deyim, bu xristianlığın, bağışlayın, bayaq Turan bəy New Age-dir. Və xristianlığın mərkəzində siz diqqət etsəniz, ümumi bilin, bağışlayın, xristianlıq mənşəli belə biz bu qrupları görə bilirik. İstər şərq olsun, istər Avropa olsun, inkişaf etmiş olan Amerikada belə olsun. Hətta bu intihar kultlarından eləsi olub ki, məsələn, 90-cı illərdə bir asteroidin, bir kometin quyruğunu gördüklərini düşünüblər səmada. Bir insan çıxıb onların dini lideri deyib ki, bu Həzrət İsa əleyhissalamın gəmisidir. Biz intihar eləyək ki, o gəmiyə gedək və oradan da cənnətə gedəcək. Və həqiqətən də belə desək, 90-a yaxın insan intihar edib. Burada iki məsələ var. Bir insanın, belə desək, dinlə harda tanış olması. Bu, əgər ailə institutunun içərisində baş verirsə, ənənəvi dini dəyərlərdən xəbərdar olan bir ailədə insan dini görüşləri birinci mənimsəmiş olursa, onun dinə baxışı fərqli olur. Bir də fərdin, şəxsin özünün psixoloji vəziyyəti, nə qədər yeni dini cərəyan var ki, onların yanlış olduğunu insan gözünü tutsa belə, yenə də yanlış olduğunu bilər, görmə məhdudiyyəti olsa belə. Burada məsələ budur ki, bəzən insanların yaşadığı bəzi həyatda mənəvi travmalar olur. Bəzən insan elə bir məyusluq halına, hüzün halında olur, məyusluq içərisində olur. Orada artıq Viktor Frankl'ın İnsanın Məna Axtarışı adlı bir məşhur əsəri var. Viktor Emil Frankl'ın o deyir ki, insan həyatındakı bir məna olmalıdır. Belə vəziyyətdə olan insan ya gedib özünü hətta intihar edə bilər. Bu halda bundan kimlər istifadə edir? Həmin o yeni dini cərəyanların missioner təbliğatını aparan insanlar belə halda olan insanları psixoloji vəziyyətlərini görürlər, ya maddi şəkildə onlara kömək edirlər. Buna belə desək, kömək etdikdən sonra da həmin insanlar ömür billah bu yeni dini cərəyana və yaxud həmin insanlara yanlış belə olsa özlərini minnətdar hiss edirlər və onların kölələrinə çevirirlər. Turan bəy, bir sual vermək istəyirəm. Biz rəqəmsal texnologiyalar zamanındayıq və ənənəvi mənəviyyat formalaşdırılması bunların fövqündə gedirdi. İnsanlar bir-birinə otururlar, tanıyırlar, söhbət edirdilər. Bu bir başqa bir ritmdə ünsiyyəti ehtiva edirdi. Amma indi şüşə arxasından danışır. İndi bizə baxanlar da şüşə arxasından bizə baxırlar. Bu yeni mühitdə, TikTokların, Instagramların mühitində gənclərin mənəviyyatının formalaşmasının nə problemlərini görürsünüz siz məsələn? Bax, mən çıxışımın əvvəlində dedim, yeni cərəyanlar filan. Bax, məhz bu TikTok dövrünün, bunu biz təbii ki, dırnaq arasında deyirik, digitallaşmanın və ünsiyyətin hansı səviyyəyə düşməsini və yaxud da qalxmasını ehtiva edən ümumi anlayış kimi biz bunu burada şərt olaraq deyək də, sosial şəbəkə və bütün ünsiyyət platformaları üzərindən və bu dövrün içərisinə doğulmuş siz uşaqları nəzərə alın və onların prizmasından gəlin baxaq. Bir yaşından əlində smartfondur da bunun. O dövr, məsələn, bu mənim böyük oğlum, onun 15 yaşı olacaq, o dövrün təmsilçisidir. Bizim bax bu dediyimiz dövrün təmsilçisidir. Nə dinə, nə din anlayışının özünə, nə din anlayışının tələbi olan rituallara və rituallaşmaya və nə də mənəvi tələblərin bu və ya başqa şəkildə təmin edilməsinə köhnə qaydalarla baxmaq istəmir və yaxud da ki, o xitablar bunu təmin eləmir, doyurmur. Mən onu, bax, bu dövrdə də biz oturub düşünürük ki, bu insanlar niyə görə fərqli istiqamətlərə yönəlirlər. Siz belə bir hal-hazırda dünyada belə bir rəy formalaşıb ki, yəni bu inkişafla, bu rəqəmsallaşmanın inkişafı ilə bir müddətdən sonra dinə ehtiyac qalmayacaq. Və ona görə də, bax, bu məsələləri də ön planda tutanlar, siz dediyiniz kimi, yeni cərəyanlar formalaşdırırlar. O niyə dediyimizdə bundan ibarətdir. Baxıb görürük ki, nədir? Hamısı formalaşır Buddizmin bazasında, Buddizmin fəlsəfəsini götürürlər, onun içərisindən onun o köhnə ənənəvi hər şeyini çıxardırlar. Kosmos, ondan sonra, nə bilim, məsələn, Scientologiya belə yarandı. Kosmos hissəsi ki var ha,
bax onu saxlayırlar, onu pop kultura ilə sintez eləyirlər və nəticə etibarilə obrazları da yaradırlar. Evren deyir. Bəli, bəli. Allah deyə bilmir, evren deyir, enerji deyir. Ona gətirirlər və oturub fikirləşirsən ki, əslində bunların bu dediyi yaxşı bir şeydir. Amma bunun arxasında sən nəsə bir ciddi, düşünülmüş, qara qüvvət axtarmırsan. Bu praktikadır. Hər şey marketinq olduğu üçün bu insanların dediyim kimi o nəslin, təbəqənin də tələblərini bunlar ödəyirlər. Amma ənənəvi və yaxud da ki, səmavi dinlər ki var, biz onu haqq sayırıq. Onların isə o köhnə ənənələrlə onlara xitabəti artıq bunlara keçmir. Bu adamlar artıq o hədislərdən danışanda avtomatik gözlərinin qabağına orta əsr və ondan hətta əvvəlləri gəlir. Hər şeyə bunlar arxaik baxırlar. Çünki doğrudan da bax biz oturaq dindən danışaq, istər peyğəmbərimizdən, istər imamlarımızdan, istər nə bilim alimlərimizdən gətirdiyimiz bütün statlar, nümunələr hamısı orta əsr qaynaqlarıdır filandır və biz nəticə etibarilə virtuallaşmaya qədərki dövrdə yaşamışlar, bunu hansısa bu formada qavraya bilirik. Amma bunlar isə ümumiyyətlə artıq real həyatla əlaqələrini itiriblər. Bu insanların oyunları, əyləncələri və nəticə etibarilə uşaqlıq xatirələri belə küçə ilə bağlı deyil. O virtual rəqəmsallıqla bağlıdır. Ona görə də siz fikir verirsinizsə, belə bir fikir var ki, getdikcə daha çox deizm, ateizm yayılır. Deizmi deyəndə mən New Age hamısını onun içinə əlaqələndirirəm və bir də onlara alternativ olaraq biz İslamdan danışırıq. Dini, Quran bazalı qəbul edən və Qurandan kənarda olan hər şeyi inkar edən bir xətt ortaya çıxır. Niyə görə? Çünki onların qarşısında ancaq o cür yanaşmayla duruş gətirmək mümkündür. Niyə görə? Biz açıb hədis danışanda, ondan sonra nə bilim müəyyən tarixi nöqteyi nəzərdən, hadisələrdən danışanda avtomatik olaraq görünürük arxaik və doğrudan da onların gözündən baxanda qardaş qurtardı da bunların dövrü. Nə deyirlər? Dindən danışanda deyirlər cəmaət nə bilim kosmosda uçur. Siz də bu siz hələ də bundan danışırsınız. Bəli. Amma Quran əsaslı danışanda bu insanlar nəticə etibarilə onu anlaya bilirlər. Çünki əslində isə mən də bu fikirdəyəm ki, təbii ki, bütün ənənələri falan mən inkar eləmirəm. Quran nə deyir? Tək olan Allaha inanc. Birinci, hər insan həqiqət niyə axtarır? Bax, o balaca uşaq da, o bütün günü nə bilim, o PUBG oynayan da, sosial şəbəkədə yazışan da, Instagramda, TikTokda qızlara baxan da, hamı nəticə etibarilə bir həqiqət axtarır. Həqiqət nə? Biz niyə varıq? Biz nə üçün varıq? Axırımız nə olacaq? Bax, bu sualların cavabını, bax, bu müasir standartlarla yanaşanda da biz Qurana baxanda başa düşməyimiz mümkündür. Allah nə deyir? Tək olan bir var, hər şeyin əvvəlidir, hər şeyin sonudur. Bu dünya nəticə etibarilə başlanğıclıdır, sonludur. Bunu qavraya bilir. Ondan sonra Allahı qəbul edən insan, yəni Tanrı varlığını qəbul edən insan artıq məsuliyyətinin də olacağını deməli qəbul etmək məcburiyyətində qalır. Məsuliyyət də nədən ibarətdir? Yəni Quranda da orada qadağalar haram, halal deməyək, qadağa kimi deyək. Və yaxud da ki, nəticə etibarilə sonra ortaya çıxır ki, mən bunları qəbul etdim, bəs mən o ünsiyyəti necə quracağım, orada ibadətlər var. Və bu şəkildə müasir dövrə İslam dini transformasiya olur və sən həm də transformasiya eləmirsən. Quran-ı Kərimdəki Allah Taala'nın göstərdiyi dinin doğrudan da zaman üstü, bütün zamanlara və bütün məkanlara xitab etdiyini anlaya bilirsən. Məsələ budur. Mən bax, bugün artıq ateizmin belə bir təbliğatı var ki, ateizm dünyada getdikcə yayılır. Elm. Əksinə, siz baxın, bugün əgər kuantum fizikasından danışılırsa, kuantum fizikası artıq yeni dövrün elmi bazası kimi qəbul olunursa, bunu dilə gətirməsələr də artıq əgər biz digitallaşmadan danışırıqsa, kuantum fizikasız bu mümkün deyil. Kuantumun özü isə təsadüf anlayışı ki var, materialist və təsadüf fəlsəfə yanaşma var və ateizm bunun üzərində durub. Onu tamamilə inkar eləyir. Deməli, əslində bu bir iddia deyil, bu həqiqətdir. Sən buna əgər ideoloji yanaşırsansa, inkar eləməyə çalışacaqsan. Obyektiv yanaşanda, kuantum üzərindən əgər bir məsələyə gəlirsə, burada artıq təsadüf anlayışı yoxdur. Materiya, başa düşdüyümüz materiya, klassik mənada materiya yoxdur və sonsuzluq və nəticə etibarilə bir dizayn
yanaşması var. Bu isə nəticə etibarilə adını nə qoyursansa qoy bir yaradıcıya gətirir, çıxarır. Yəni ona görə bütün bunları dərk eləyəndən sonra yeni şəkildə dinə baxsaq, bir çox məsələlər var ki, artıq dövrünü və zamanını bitirib qənaətinə gələcəyik. Mən sizə elə sual vermək istəyirdim ki, sizin din anlayışınız nədir? Özünüz cavab verdiniz o sualın əslində. Təbii ki, mən müsəlmanam. Təbii ki, mən də ənənələrin qorunub saxlanılmasında tərəfdaram. Amma ənənə demək, bax, din və dindarlıq deyən kimi ağlımıza nə gəlir? Saqqal, təsbih, müəyyən qiyafə çox təsvir olsun ki, belədir. Çox bağışlayın. Sizin qeyd etdiyiniz bu bayaq dediyimiz kimi zahiri arqumentlərdir. Məsələ bundan ibarətdir ki, sizin dediyiniz bu ifadə yadıma bu barədə yazılan əsərləri saldı ki, İslam və zamanın ehtiyacları adlı araşdırma mövzuları var. İslam və zamanın ehtiyacları. Həzrət Əli əleyhissalam Peyğəmbəri vəsf edərkən yazırdı ki, Peyğəmbər səyyar həkim kimi idi. Yəni o özü gedərdi, insanlarla əlaqə saxlayardı, onların hal və əhvallarını soruşardı. Bunu nəyə görə qeyd etdim? Burada bir məsələdə sizinlə razılaşıram ki, bu texnoloji yeniliklər ki baş verdi, burada biz yeni dini cərəyanların meydana gəlməsini, yeni din anlayışı deməzdim, dinə yeni baxış tərzinin formalaşmasını qeyd edirik. Burada bir məsələ də var. Mən şəxsi düşüncəm bundan ibarətdir ki, texnoloji inkişaflar, bu qəbildən olan yeniliklər baş verdikcə, bu əslində insan həyatını daha da rahatlaşdırmalı və asanlaşdırmalı idi. Bayaq qeyd etdiyim kimi, burada da əslində o qədər mənfi şəkildə, təyinatına uyğun olmayan şəkildə bundan istifadə olundu ki, deyərdim ki, insanlar bundan bir neçə əsr əvvəldən daha çox mənəvi bir çarəsizlik içərisindədirlər. Konkret bir sual vermək istəyirəm. İndi bu dəqiqə, məsələn, virtual kilsələr yaranır. Bəli. Virtual məscidlər də yarada bilirlər. Bəli. Siz real məscidin imam müavini kimi, məsələn, buna necə baxırsınız? Bir adam, məsəl üçün, virtual olaraq şu monitorun o tərəfindən sizinlə ünsiyyətdədir. Bir də var ki, birisinin əlini tuta bilərsən. Bəli. Məsələ, da sizincə dini necə ötürmək daha effektivdir? Bəli. İslama görə siz diqqət etsəniz, cümə namazı var, birlikdə qeyd olunan bayramlar var. Bəli, biz şuuru. Din biz şuurunu yayır və bundan əlavə insanların birgəliyini müdafiə edir. Bu birgəlik gərək hökmən canlı olsun bu. Bilirsiniz, bu elə bir məsələdir ki, acı cümə namazı şəri hökmdür, bəli. Cümə namazında bir tərəf də var axı. Sən cümə namazına gələndə neçə həftə gördüyün adamı görməyəndə bir narahat olursan və yaxud bir hal əhval edirsən. Burada insanların münasibətlərinin inkişaf etməsi var. Bu məscidlərin, bəli, və bir də məscidlərin sosioloji baxımından axı funksiyası var. Bu kilsədə də var və yaxud sinagogda da var. Bir məsələni də unutmaq olmaz. Bayaq qeyd etdiyim kimi insanlar, diqqət etsəniz, artıq bu texnoloji yeniliklərin fonunda hər hansı bir sual olur, daha din xadimindən nə ehtiyac bilir ki? Süni intellektə sual verir, süni intellektə sual verir, o da ona belə deyə məlumatlar təqdim edir. Bunlar nəyə gətirib çıxarır? Bunlar ona gətirib çıxarır ki, insanlar artıq bir-birindən qopublar. Halbuki dinin insanlara təqdim etdiyi əsas sistem buydu ki, bir-birinizdən qopmayın və bir-biriniz üçün təmənnasız fədakarlıqlar edin. Bunun sayəsində də bir-birinin halına yanan, inkişaf etməkdə olan cəmiyyət formalaşmış olsun. O intihar da oradan yaranır, insan tənhalığından. Bir məsələni də qeyd etmək çox önəmlidir burada. Siz diqqət edin, bu barədə bir hədisdə var. İmam Rıza əleyhissalam buyururdu ki, bir zaman gələcək ki, insanlar rahatlığı insanlardan uzaqlaşmaqda görəcəklər. Bu bilirsiniz nəyə görə idi? Ona görə ki, insanlar bir-birini anlaya bilməyəcəklər. Din hər kəsin ortaq nöqtəsidir əslində. Niyə cümə namazında bayaq qeyd etdik ki, o birlik var? Çünki burada təmənnasız münasibətlər formalaşmış olur. İndi formalaşmır, düzgün təqdim olunmur. Xütbənin konteksti cəmiyyətdə aktual məsələlərə nə qədər sirayət edir, etmir. Evində yemək bişirən adam bundan nə dərəcədə, belə desək, müsbət mənada təsirlənmir. Bəli, indi bu sual işarəsidir. Amma dinin əsas göstərişi nədir? Din budur ki, bir-birinizdən qopmayın və bir-biriniz üçün, belə desək, Allah əlbəttə ən
önəmli ümid mənbəyidir ən əsas. Amma bir-birinizi yaşamağa həvəsləndirin. Həyat necə olsa belə, nə qədər sıxıntılı, çətin olsa belə, Allah insanlara nə deyir? Fə innə məl usri yusra. Hər bir çətinlikdən sonra bir asanlıq var. Bilin ki, Həzrət Əli əleyhissalam buyurduğu kimi dünya 2 gündən ibarətdir. Bir gün xeyrinizədir, bir gün ziyanınıza olan gündə bir-birinizə dəstək olun ki, həyatdan qopmayasınız və xahiş edirəm bunu bu cür anlayaq ki, sizin dediyiniz dindarlıq həyatdan, dünyadan belə desək, anlaşılan budur ki, ayrı bir dindarlıqdır. Əlbəttə siz də onu qəsd etmirsiniz. Hal-hazırda başa düşülən dindar düşüncəsi budur. Halbuki din bunu demir. Din deyir ki, axirət də dünyanın digər tərəfidir. Mən sizin fikrinizi davamı olaraq olar. Buyurun. Bax, davamı olaraq, amma bir qədər mənə elə gəlir ki, biraz da kontur davamdır. Biz təbii ki, insanlar sosiallaşsa, ənənəvi qaydada, birbaşa canlı təmasla sosiallaşsa filan, bu yaxşı bir şeydir. Amma bir də reallıq var. Biz reallıq üçün unuda bilmərik. İçində olduğumuz dövr, ən azından megapolis həyatı, o sosiallaşmanı mümkün etmir. Deməli, inkişaf da, istiqamət də buna doğrudur. Yəni, hər şeyi yaradan Allah bunun da var olmasına icazə verən Allahdır və onun göndərdiyi din o dövr üçün nə qədər aktual idisə, bu dövr üçün də aktualdır. İndi o 15 yaşlı bir adam düşünün, 15 yaşlı və bu reallıqlar içində doğulmuş bir insan və bu həyat tərzi ilə, gördüyü ilə, götürdüyü ilə ünsiyyəti bizim dediyimiz klassik mənada birə-biri artıq bu bunu görmür, bu bunu bilmir və o avtomatik sizin dediyiniz kimi, mənim dediyim kimi deyəndə düşünür ki, deməli, bu din mənlik deyil. Başa düşürsünüz. Ona görə də sosiallaşma, bir-birinə müsbət bu və ya başqa şəkildə enerji ötürmək filan, biz artıq bu reallıqları dərk edərək başa düşsək və həm də bunu izah eləməyə çalışsaq da insan təmasda olmasa belə uzaq məsafədən görüntülü danışaraq da, telefonla da, WhatsApp-la da bir-birinə yaxşılıq eləyə bilər, bir-birinə müsbət mənada təsir eləyə bilər. Amma əsas qayəni unutmamaq. Əsas qayə, bax siz mənim həyat tərzimi deyədim, mən öz ata-anama çox bağlı adamam, amma həftədə bir dəfə də olsun artıq mən ata-anamı gedib görə bilmirəm. Çünki mən yaşayıram Yasamalda, onlar yaşayır 8-ci kilometrdə və bu reallıqlar var. Və əvvəllər hətta insanlar atla, eşəklə getdikləri yollar falan var idi. Valla o daha rahat idi ki, biz bunun əleyhinə deyilik. Biz bunun əleyhinə deyilik. WhatsApp üzərindən məcbursunuz görəsiniz. İndi amma gündəlik daha rahat bir şəkildə yanar. Gündə görüntülü danışmaq, yəni demək istəyirəm ki, bax cümə namazını, siz dediniz virtual kilsələr, virtual məscidlər filanlar. Biz təbii ki, bizim tipdə olan insanlar, biz məsələn, şəxsən mən 40+, mən ortada qalmışam da. Bizim üçün həm anlaşılandı, həm anlaşılan deyil. Amma bir məqam gələcək ki, o virtual kilsə, məscid, o zərurət olacaq. Yəni, bu artıq norm olacaq. Başa düşürsünüz? Bu dediyim yaşayış tərzindən, həyat tərzindən düşünün, insanlar elə bir dövrdə gəlib çatıb ki, məscidlərə toplaşa bilmirlər. Amma misal üçün birbaşa o formada, indi o bilmirəm, o necədir, mən onu görməmişəm. Amma məsələn, bax siz jurnalistsiniz də, bir var burada studiyada bir müsahiblə söhbət edirsiniz, bir də var ki, Zoom-la qoşulur o adam. Fərq var da. Yox, aydın məsələdir. Keyfiyyət bunun fərqinin varlığını biz deyirik. Amma onun içinə doğulmuş, o cür bu işi, bu prosesi o cür aparmış insanlar. Necə bu yaxşıdır da. Amma baxın, insan elə sözünün elə mənalarından birinci ünsdür. Bu ünsiyyət, bəli, canlılıq şəkildə. Amma baxın, biz onu da inkar etmirik. Canlıdır. Amma mən dedim, mənim 15 yaşında oğlum var, o böyüyəcək. Ondan sonra onun da 15 yaşına çatan oğlu olacaq. O zəmanə başqa cür olacaq və ünsiyyət dediyimiz əsas ünsiyyətin özüdür və onun məğzidir. Onun formatları dəyişəcək. Necə ki, televiziya vaxt var idi, ənənəvi qaydadaydı. İndi televiziya deyəndə o hamının mobil telefonundan baxdığı bir. Yəni, hər şey transformasiya olur. Bu məncə üçün biraz da unutmaq mərkəzidir. Mən onu demək istəyirəm ki, nə İslam, yəni mən Allahın bizə göndərdiyi, mənim başa düşdüyüm Quran bazalı İslam, şəkilə, formatlara, kimlərinsə komfort zonalarına daxil olan anlayış deyil. Mən tək olan Allaha inanıramsa, mən buna Səudiyyənin o istisində də inanıram, o Sibirin soyuğunda da inanıram. Mən ona Afrikanın o cənubundakı bir şəhərdə də inanıram. Nə bilim, Stokholmda da inanıram və orada yaşayıram.
siz bunu məkan nöqteyi nəzərdən Yəni siz uyğunlaşdırmanın və zaman tərəfdarısınız. Zamana uyğunlaşdırmaq. Zaman. Təbii ki, o Allah Taala'nın verdiyi mesajlar, halal, haram, günah, doğrular, həqiqətlər, insanlıq, keyfiyyətlər. Yəni orta əsrlərdə nə idisə, İndi də o. bu gün də odur və bundan sonra da Bəli. o olacaq. Dəyişən nədir? Dəyişən dövrdür, zamandır. İnsanların ola bilər ki, müəyyən məsələləri algılama Amma insanın ayarları keyfiyyətləridir. dəyişmir. Bəli. Turan bəy, mən çox təşəkkür edirəm sizə. Gözüm saatdadır, görürəm ki, zamanımız sona çatır. Məncə bu dolğun söhbətə görə sizin hər ikinizə təşəkkür edirəm və izləyicilərimizlə gələn görüşlərə qədər deyirəm. Sağ olun.